Bütün ümumi təhsil müəssisələrində olduğu kimi Sumqayıt şəhər Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbdə də Novruz bayramı münasibəti ilə martın 17-sində Novruz tədbiri təşkil edilib. Tədbir Sumqayıt Dövlət Universitetindən Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbə praktikaya gələn gənc müəllimlər tərəfindən təşkil edilib. Tədbirdə aparıcılar ilk öncə tədbirdə iştirak edən hər kəsi salamlamış və Novruz bayramı haqqında ətraflı məlumat vermişlər. Daha sonra tədbirin bədii hissəsinə keçildikdə çərşənbələr haqqında şagirdləri tərəfindən məlumatlar verilib. Mən çərşənbəsiyəm, hər şey sizdən başlayır. Qızlar 50, İtalyan rəxtləri təbiət dayanmağa hazırlaşır. Mən yeni çərşənbəsiyəm, baharın nəfəsinə gətirirəm. Küləş oynayır, təbiət canlanır. Daha sonra Novruz bayramı haqqında şagirdlər tərəfindən şeirlər səsləndirilib. Böyle məhəbbət var bayram axşamlarında. Gəlib Novruz bayramı, yandırmışıq biz şamı. Tonqallar alışıqdır, sevincimiz daşıdır. Fərəhlənən uşaqlar, qabaq aşıq qozanlar. Hər evdə aşdan alır, şəndə göyə ucalar. Sonra Novruzun ayrılmaz parçası Bahar qızının ifası ilə tədbir davam edib. Daha sonra dövlət himni səsləndirildi. Ardınca Kosa Keçəl səhnəciyi təqdim olunub. Ay baharı, ay zamanı, quşlar oxuyur, güllər açır, mənim film hələ də qış fəslədir. Novruz bayı hardadır? Ay Kosa, mən də deyirəm nə oldu? Bəs keçəmanı? Ay kızlar, ne olur yine şereflenirsen. Bahar gələndə insan adam seviner. Sen de paraflarsan. Sonra isə praktikaya gələn gənc müəllimlərin təqdimatında Arşın Malılan səhnəciyi təqdim olunub. Belli, hareketli. Geldim ay kızlar, geldim. Aşkım altı, göster görək nələrim var. Buyur ay xanım, buyur. Bulaq sənin üzünün rənginə yanaşar. Tədbir gitara ifası ilə sonlanıb və sonda yallı gedilib. Əli Həmzəyev, RTV xəbər.